Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Saatlar 13 tamam göstərir. Efirdə xəbər vaxtıdır. Studiyada Roya Ravqızıdır. Avropa indiki məqamda öz yolunu tutmağa başlayır. Yəni, hər bir sahədə Birləşmiş Ştatlar olmadan irəliləməyə çalışır. Lakin son hesabatlar göstərir ki, bu qitə üçün heç də asan olmayacaq. Xərclərin daha da artması ittifaq ölkələrini seçim qarşısında qoyacaq. Sıradakı video materialda detalları toxunmuşuq. Avropa, Birləşmiş Ştatların hərbi dəstəyi olmadan bir sıra çətinliklərlə üzləşəcək. Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun araşdırmasına görə proses üçün 25 il vaxt lazımdır. Eyni zamanda qitənin Vaşinqtondan asılılığı azaltması 1 trilyon dollara başa gələcək. Məlumata görə Ağ Ev 2025-ci ilin ortalarınadək NATO-dan çıxmaq prosesinə başlayacaq. Bu isə alyansa üzv olan Avropa dövlətlərini Rusiya ilə hər hansısa təhlükədə üz-üzə qoyacaq. Boşluqları doldurmaq üçün qitə seçim etməyə məcbur olacaq. Həmçinin Birləşmiş Ştatların kənarda qalması nəticəsində diplomatik koordinasiya səyləri gücləndirilməlidir. Avrupa ülkeleri Ukrayna-Rusya savaşında anladı ki artık Amerika Birleşik Devletleri hem NATO şemsiyesi içerisinde Avrupa'yı korumaktan imtina etmeye başladı, hem de yeni dünya sisteminin gereği olarak Amerika Birleşik Devletleri artık bu sistemden ayrılmayla karşı karşıya olduğu gerçeğiyle karşılaştı. Doğu ve Batı'nın yeni liderleri Çin ve İngiltere olacaktır. İngiltere bu liderliği elde edebilmek için Brexit ile Avrupa Birliği'nden ayrılmayı bile göze almıştır. Araşdırmalara əsasən Birləşmiş Ştatlar artıq Hind Sakit Okean bölgəsinə üstünlük verir. Bu səbəbdən Avropadan avadanlıq, ehtiyat, təchizat və hərbi personalını çıxaracaq. Ekspertlər hesab edirlər ki, qoca qitənin sənayesi qısa müddətdə artan tələbat ödəmək qabiliyyətində malik olmayacaq. Silah istehsalçıları tədarük zənciri problemləri, ixtisaslı işçi çatışmazlığı, maliyyə və tənzimləmə məhdudiyyətləri ilə üzləşəcəklər. ABŞ özünün son addımları ilə, yəni Ərəb ölkələri ilə imzaladığı müqavilələrlə Avropa İttifaqı ilə pozula biləcək ticari münasibətləri kompensasiya edə biləcək. Avropa İttifaqı isə mütləq şəkildə yeni bazarlar tapmaq məcburiyyətindədir ki, bunun üçün də yenə də müvafiq zamana ehtiyacı var. Üstəgəl, həmin bazarların acılıq qabiliyyəti də heç də ABŞ qədər olmayacaq. Avropanın bu boşluğu doldurmaq üçün vaxt, uzun müddətli siyasi öhdəlik və daha iddialı investisiyaya ehtiyac var. Araşdırmaya əsasən Avropa Komissiyasının sədri Ursula von der Leyen'in qitəni dirçəltmək planı bir müddət həyata keçirilməyəcək. Bundan başqa maliyyə çətinliyindən əziyyət çəkən ölkələrdə hərbi xərclərin artırılması ictimai etirazlara səbəb ola bilər. Analitiklərin fikrincə, bu yarışdan məğlub ayrılan elə Avropa olacaq. İttifaq daxilindəki fikir ayrılıqlarının vəziyyəti daha da çətinləşdirəcəyi bildirilir.